Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin torpaq ünsürlərini 15 sentyabrdan 22 sentyabra doğru nələr gözləyir? Birinci Oğlaqlardan başlayıb, Oğlaqlar bu həftəlik bir vəziyyətdəsiz ki, həm sizə qarşı ədalətsiz danışacaqlar, ədalətsiz davranacaqlar, sanki olduğunuz mühitdə sizi qısıtlamağa çalışacaqlar, olduğunuz mühitdə sizi zaman çərçivəsinə doğru geri salmağa çalışacaqlar. Oğlaq qadınları bu həftə daha şanslı bir məqamdasınız, daha özgüvənli məqamdasınız, sürətinizi, öz istəklərinizə görə hərəkət etdirə bilərsiniz. Amma ümumi Oğlaq kişiləri həm bədənsel olaraq, həm də ki, sənətlə, pulla, maddiyyatla əlaqədar, dövlətlə əlaqədar bəzi problemlər o qədər sizi yoracaq ki, heç nə idarə edə bilməyəcəksiniz, özünüzün təzyiq və təsir altında olacaqsınız. Həftənin sonlarına isə bu doğru, böyük ehtimal Oğlaqlar ümumi sizdən gedir. Səhv addıma doğru gedəcəksiniz. Çünki burada səhv addım gəlir. Çünki bilirsiniz necə manipulyasiya etdiyiniz zaman özünüz manipulyasiya olmuş bir vəziyyətdə olacaqsınız. Həftə negativ həftə deyil, negativ olan burada sizsiz. Başa düşürsünüz, heç nə olduğunuz kimi olmayacaq, təbiətdən, insanlardan, maddiyyatdan, hər şeydən o qədər narazı vəziyyətdə olacaqsınız ki, sanki beyninizi və məntiqinizi aktivləşdirməyi bacara bilməyəcəksiniz. Elə biləcəksiniz ki, hər kəs sizə qarşı oyun qurur, hər kəs sizə qarşı qeyri-səmimi, amma problem sizin düşüncələrinizdə və öz bədənsel enerjilərinizin yorğunluğundadır. Bunu qaydasına qoymağınızı məsləhət görürəm, Oğlaqlar sizə. Ümumi həftəlik dəyərləndirsək, 74%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, Oğlaqlar. Buğalar bu həftə dayanıb gözləyəcəksiniz. Sürətlənmə, dəyişim, yenilənmə etməyəcəksiniz. Həm maddiyyat olaraq, həm istiqamət dəyişimi olaraq, pulla, maddiyyatla iş barədə qurmaq olaraq bu həftə cəhdləriniz biraz buğalar zəif vəziyyətdədir. Və bu həftə elə bir həftədir ki, mən bütün bürclərə deyirəm, uçmaq lazım deyil. Bu həftə yavaş-yavaş templə irəliləmək lazımdır. Bu həftə bacarırsınız özünüzə qarşı meyliliyi, sizə qarşı addımları gücləndirməlisiniz. Çünki ümidsizliyin bir qırağında dayanmaqla özünüzü zaman çərçivəsinə doğru aktivləşdirə bilərsiniz. Ailə ilə bağlı nə problemləriniz varsa, onları bu həftə həll etməyə çalışın. Çünki ən təmiz enerji ailədən və olduğunuz evin, olduğunuz işin enerjisini dəyişməyə məsləhət görün, bacarırsınızsa. Çünki bu həftə öz-özünüzə məhkəmə quracaqsınız. Kim sizə necə davranır, hamısını analiz edəcəksiniz. Kimin sizə qarşı maddisal olaraq düşüncələri, dəyərləri, hərəkətləri necədir? Deyilən sözlər necədir? Bu həftə o qədər dərin şəkildə düşünəcəksiniz ki, həftənin sonlarına doğru sizə ehtiyac olan insanları saxlayıb, ehtiyac olmayan insanları zaten uzaqlaşdırmış, kəskin formada boşluğa salacaqsınız. Bu həftə bacarırsınız, biraz uzaqlaşın hər şeydən. Tənhalaşın, hər şeyi analiz edin, bədəninizi dincəldin, ruhunuzu dincəldin. Çünki bədən o qədər yorğundur. Sanki kürəyimdən nəfəs sistemimə, sinəmə doğru ağrıları o qədər qocalmış vəziyyətdə hiss edirəm ki, sanki elə ki, buğalar biraz dirçəlmə, nəfəs alma zamanı olduğunu öz-özünüzə kəşf etməlisiniz. Ümumi dəyərləndirsək 72%, 71%-ə qədər həftəniz uğurludur. Həftənin ən şanslı, həftənin ən uğurlularından biri qızlar sizsiniz. Zaten sizin ayınızdır. Günəşin tutulması qız bürcündə baş verəcək. Yəni bundan gözəl həftəniz və bundan gözəl ayınız inanmıram 2025-ci ildə olsun. Bu həftə biraz nəyi necə edəcəyinizi bilməyəcəksiniz, amma ümumi olaraq bu həftə gözəl xəbərlər əldə edəcəksiniz. Evrən özü sizi aktivləşdirəcək, yenilənmiş bir vəziyyətə salacaq. Bu həftə qız bürcüləri iki simalı olacaq. Həftənin bir günü başqa, həftənin başqa günü isə başqa simada olacaqsınız və evrən sizi o qədər gücləndirəcək. Şansınız, özgüvəniniz, kəskin danışığınız, günəşin sizi aktivləşdirməsi qız bürcüləri olaraq sizi böyük bir enerjiyə, böyük bir aktivləşməyə səbəb olacaq. Mən çox bəyəndim. Yəni deyə bilərəm ki, 91%-ə qədər, 92%-ə qədər qız bürcüləri həftə çox uğurlu olacaq. Bircə dənə məqam var. İçdiyiniz mayələr, qidalarla bağlı ehtiyatlı olun. Mədə-bağırsaq sisteminizə ziyan vura bilərsiniz və yaxud da dərmanlar nədirsə ehtiyatlı olun. Çünki mədə-bağırsaq sisteminizdə narahatçılıqların aktivləşməsini öz bədəninizdə hiss edəcəksiniz. Övladla, ailə ilə bağlı bütün tarazlıqları qurub istədiyiniz şansı uğuru əldə edəcəksiniz qız bürcüləri.